Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir maraqlı sual var idi ki, fiqur verilir. Bu suallar adətən magistr imtahanlarına, dövlət qulluq imtahanlarına və bəzən də ibtidai sinif müəllimlərinin işə qəbul imtahanlarına düşən suallardandır. Deyək şəklin neçə kvadrat var. Baxın müəllimlər, biz burada həm şaqili, həm də üfüqi formada nömrələmə aparırıq və alınan ədədləri bir-birinə vuracağıq. Nömrələr əvvəlcə 1, 2, 3, 4 və nəhayət 5. Yeni nömrələr 1, 2, 3, 4 və nəhayət 5. İndi isə mən baxın 5-i 5-ə vururam, 4-ü 4-ə vururam, 3-ü 3-ə vururam, 2-ni 2-yə, 1 də 1-ə vurub toplayırıq. 5 5-in 25, üzərinə gəlsin 4 4-ün 16, üzərinə gəlsin 3-ün 9, üzərinə gəlsin 2 2-nin 4 və üzərinə gəlsin 1 1-in 1. 1 üstə gələn 5, 9, 14, o da 16, 30, o da 25, 55. Doğru cavab 55.